Bu yaxınlarda Bakı şəhərində, Azərbaycanda bir partlayış ediblər bu var. Titanic filmini dublaj ediblər. Baxmamışsınız yayın. Sədası biraz yayılıb. Fəvvarələr meydanında gedəndə danışırlar, yəni tutuzdururlar. Görürsən, o şey eşidirlər zaman. Yenə görə nəsə hazırlıq bu, bizim verilişə təzə bir şey gətiriblər, gülməli. İndi baxaq görə bu var. Sən bizə nə idi bu günlər dublaj? Möhtəşəm yüzyılı dublaj eləmişik. Baxaq süjetə. Diqqət ekrana, Hüseyn Rəhimov və Şəhriyar Nağıyevin təqdimatında dublaj. Süleyman, sən ölənlərin qəbri. Get üzüvü qır, ayıbdır. Ha, nə şey eyibdik ha? Nə olub ki mən? Necə nə olub? O Eurovision'dakı çempion var idi, yadva gəlir. Conchita Dikindi. Onu oxşayırsan lap. Conchita sənin atomdur. Özün oxşayırsan az Conchita'ya. Solik, я тебя прошу, get üzvü qırkına. Üzvü qırxanda popsik oxşayırsan. Belə saqqalla səni Süleyman heç bir dövlət işinə götürməyəcəklər. Mən də müdür olsam, mən də səni götürmərəm. Bax gör özü, gör nə gündə. Və aşağıdakı məhəllə uşağımız Nərma getdi qırxdı üzünü. Və indi gələ sözü məhəllədə keçmir. Nə olsun sözü keçmir. Zaten məhəllədə bütün qızlar Nərimana baxır. Hə, baxmasınlar qızlar. Nəyinirəm mən qızlar, sən varsan da. Özə mənim başım çıxmadı. Sənə saqqal vacibdir, yoxsa bizim ailəmiz? Əlbəttə ki, ailəmiz. Onda sən balalarımın canı. Sabahdan ged üzvü qırxına. Ged özvü şaxtar. Yazığıq biz. Şaxta babaya oxşayırsan. Nə? Şaxta baba? Yaxşı ideyadır. 3 aydan sonra Novu qoz gəl qabaqda. Mən saqqalla, sən də bir dənə Sniguritska paltarı veri özümüzü Targoviya. Bir dənə yolkanın altında diyaruq. Mən Şaxta baba, sən də Sniguritska. Sən başın xərəbdir, Solik. Bəs biz birliyi necəyik? Novu qozdan sonra Novruz bayramı gəlir. Onda bir dənə sən başını lovqa keçər qırxırıq, olursan keçər, mən də kosa. Bu da sənin üçün 3 dənə ölür yatından da bir şeydir. Solik, sən saqqalını qırxmasan, mən də saqqal saxlayacağam bu gündən. Sən o şey periboliysən ha, saqqal. Sən birinci qır bıxlavı qır, saqqal saxlayır mənim üçün. Birinci saqqal saxlayarsan, sabah da Facebookda oturar.